Salam değerli izleyiciler, hörmətli Azərbaycan xalqı. Mən Eldar Abdullayev, Nurlu Səhər TV YouTube kanalının rəhbəri, eyni zamanda Ədalət Kürsü qəzetinin təsisçi və baş redaktoru. Bugünkü söhbətimdə mən Qaxda Dövlət Təhlükəsizlik Komitəsinin keçirdiyi əməliyyatlar barədə öz fikrimi bildirmək istəyirəm. Əlbəttə, istənilən rüşvət və korrupsiyaya qarşı aparılan mübarizə alqışlanır. Amma bir şeyi şəxsən mən özüm qeyd edirəm ki, bildirirəm ki, vallahi bütün rayonlarda olan icra başçıların çoxundan bəlkə də indi həbs olunan o Qaxın icra başçısı toya getməli olardı. Şübhəsiz ki, əgər cinayət əməlləri oldusa, hər kəsi, onu da, onun komandası da cəzasını çəkəcək bir mənalı olaraq. Söhbət ondadır ki, yəni o icra başına qarşı olan əməliyyatları çox belə təəccüblü haldır ki, insanlar sevinclə qarşılayır. Baxırsınızmı, sosial şəbəkədə heç görün bir neçə nəfər də olsa müdafiə xarakterli yazılar varmı? Sanki bu ölkənin rayon rəhbərləri bu xalqa düşməndir, qənimdir. Hər kəs sevinir, bir bayram kimi qeyd eləyir. Eyni zamanda biz istəyirik ki, mən istəyirəm ki, bu proses təkcə bir Qax rayonu üçün edilməsin. Rayonların əksəriyyətində 2011-ci ilin may ayından 15-ci ildir Şəkiyə başçılıq edən Elxan Usubov hətta məhkəməyə verildi, ali məhkəməyə qədər gedib çıxdı, ona gözün üstə qaşım var deyən olmadı. Baxıram, Qax icra başının mülkləri, malikanələri haqqında, onun sərvət haqqında indi hər yerdə yazırlar. Dəfələrlə sosial şəbəkədə də mən bildirmişəm. Hansısa məmur həbs ediləndən sonra yox, əvvəldən bunları demək lazımdır. Dəfələrlə Facebook səhifəsində müxtəlif yerlərdə Şəki icra başının təkcə bir bağ evinin qiyməti 8-10-15 milyon arasında olduğu, təkcə Şəkidə hərəsi 5 milyona olan villalarıdır, zavoddur, torpaq sahələridir. Hədsiz sərvəti barədə mən dəfələrlə məlumat vermişəm. Hətta Mehriban xanımın da o vaxtı qəbulunda olmuşam. Öz fikirlərimi bildirmişəm. Onun qardaşı ya əmisi oğludur. Rüstəm Usubov haqqında tədbir görüldü, amma Elxan Usubov hələ də Şəkinin, mən deyərdim ki, işğal altında saxlayır. Həsən Həsənov 30 ilə yaxındır. Birinci müavin postunu mənimsiyib. Əl çəkmir. Ölənə qədər mən hələ eşitdiyimə görə də onun qanuni ali təhsili də olmayıb. Birinci müavin postunu özəlləşdirib. Bir daha qeyd edirəm ki, Göynük mafiyası haqqında mən yazmışdım ki, hər yerin mafiyası, hər ölkənin mafiyası olur. Amma kənd mafiyası haqqında danışmamışdım. Göynük mafiyasını mən biləni Musa Şəkiliyev də üzvlərindəndir. O cümlədən Həsən Həsənovdur, o birilərdir. Deməkdə məqsədim odur ki, o 15 ildə Şəki işğal altında oldu. Bir nəfər Elxan Usubova söz deyəcək adam tapılmadı. Nə deyərdim? Təkcə Elxan Usubovdan getmir. O cümlədən mən bu yaxınlarda dəfələrlə sosial şəbəkədə Yevlax kərpiç zavodunun yüzlərlə insanın başını açdığı oyunlardan danışmışdım. Hətta o haqqını tələb edən işçilərə demişdi ki, burada adı bizimdir, özü Mehriban xanımındır. Gedin, hara istəyirsiniz şikayətinizi edin. Heç kim bizə heç nə eləyə bilməz. Ya əmək müqaviləsi bağlanmır, ya işçilərin normal iş saatı ilə təmin olunmur. 8 saat işləməli olduğu halda insan 12 saat, hətta çox işlədilir. 300-400 manat dilənçi pulu verilir. Əgər verilərsə, o da verilməyib. Mən demişdim, Qarabağ veteranı 5 ay traktorist adamı işlədib, 2000 manat güya pul verməlidirlər, hələ 400 manatdan. Onu da verməyiblər. Əksəriyyəti qadınlardır, ailə başçısını itirənlər, kasıb adamlar. Onları görəndə adam varından yox olur. Mən
yenə qeyd eləyəm, gedib bu məsələ ilə bağlı nəsə soruşmaq istəyəndə az qala məni döymüşdülər. Hətta demişdim, polislə hədələdilər. Bu işdə mən müxtəlif yerlərə sosial şəbəkə vasitəsilə, zənglər vasitəsilə çatdırsam da, sağ olsunlar, Yevlax polis şöbəsi maraqlandı. Çağırdılar səhəri, məndən də izahatımı aldılar. Çünki o polisdən öz çirkin məqsədinin vasitəçisi kimi istifadə etdiyini demək olar ki, bəyan eləyirdi mənə olan davranışında. Buna qarşı hətta Mingəçevir məhkəməsi də uzadıb, məsələyə baxmaq istəməyib, müxtəlif bəhanələrlə şikayətçi insanları uzaqlaşdırıblar. Bunlar da əksəriyyəti dediyim kimi qadın xeylağıdır. Hara getsin, kimə şikayət eləsin? Yalnız mən statusları görsəniz dəhşətə gələrsiniz. Mənə əksəriyyət yazır ki, özünü yorma. O Şəmsəddin deyilən oranın reyketinə söz deyəcək bir adam yoxdur ölkədə. Naxaq yerə özünüzü yorursunuz. Hələ sən gözlə ki, sənin başına oyun açdıran. Nə eləyər? Mən əlbəttə ziyalıyam. Həmişə haqqın sözünü demişəm. Buna görə də Dövlət Təhlükəsizlik Komitəsinin komandası istəyərdim ki, Şəkidə və Yevlaxda da missiyasını yerinə yetirib, bu rüşvətxor, talançı, millətin nifrətini qazanan bu düşmənlərə qarşı öz əməliyyatlarını keçirsin və xalqın hakimiyyətə inamı bərpa olunsun. Açığı deyək, insanlar fikirləşir ki, onsuz da xeyri yoxdur, şikayət eləyirik, baxan yoxdur. Hələ gözləyirdilər ki, cənab prezident Mingəçevirə gələndə bir neçəsi görüşmək məqsədi ilə müraciətlər də eləyib deyirdilər. Nə deyərdim? Ümumiyyətlə, bir daha qeyd eləyirəm ki, təkcə Şəkidə olan varidatı Elxan Usubovun, bəlkə də bütün icra başçılarını yığsan o qədər ola bilməz. Hamısı bir yerdə. Niyə? Bunu hansı pulla əldə eləyib? Hansı yolla əldə eləyib? Həmişə də elmin, tərəqqinin, müsbət fikirli ideyaların düşməni olub bu adam. Mən istəyirəm ki, bu proses davam eləsin. Bir daha deyirəm, insanlar insan olaraq məmurların həbsindən kədərlənmək, onların halına acımaq əvəzinə sevinirlər, bayram əhval-ruhiyyəsi keçirirlər. Mən istəyirəm ki, bu bayramı Şəkidə və Yevlaxda da təntəni ilə qeyd eləsin xalq. Bu dırnaq arası işğalçılardan xalq, Şəki xalqı da, Yevlax da azad olsun. Orada Yevlax kərpiç zavodunda işləyən yüzlərlə insanın əmək haqqı da verilsin. Xahiş edirəm, bu barədə həm Dövlət Təhlükəsizlik Komitəsi, həm müxtəlif orqanları, hüquq müstəvisində baxılsın, əmək müfəttişliyi, ondan sonra bütün orqanlar bu idarəyə illərdir göz yumur. Nəyə görə onu bilinmir. İnşallah biz gözləyirik ki, bu proseslər davam eləyər və hər kəs öz layiqli cəzasını alar və Şəki də işğaldan azad olar. O dediyim kimi, o kərpiç zavodunda zəhmət çəkib, əl qabarı ilə əksəriyyəti başsız ailələrin qadınları da, bunlar da öz haqqına qovuşar. Mən qətiyyən heç vaxt inanmaram ki, Mehriban xanımın adı hallanır. Əgər onun adından sui-istifadə eləyib, bu işlərə yol verirsə, o xırda bir işdən ötəri Mehriban xanımın adını hallandırmaq özü böyük bir cinayətdir. Üzr istəyirəm, lap Mehriban xanımın olsa belə, onun nəzarətində olsa belə, heç vaxt istəməz ki, bu adamlar cüzi əmək haqqından məhrum olsun. Sağ olun, inşallah bizim çıxışlarımız davamlı olacaq. Sağ olun.